Salam Lalə, təşəkkürlər. LinkedIn-də mənim şərhimi cavablandırdın və belə Aha, görüş həyata keçirdik. Bizə biraz özünü çok təqdim sağ ol. edə bilərsənmi? Ben Lale Allahverdiyeва, 34 yaşım var. Biraz Porsche hakkında sonra keçəcəm danışmağa. Hal-hazırda layihə meneceri olaraq işləyirəm bir şirkətdə. Xarici bir layihə var. Latviya, Estoniya, Finlandiya ilə bağlıdır. Həmin layihənin belə deyim, meneceri olaraq işləyirəm. Yəni iş çox maraqlıdır. Çünki xarici layihədir. Ən əsas ona sevinirəm ki, xarici layihədir. Ə, Elədir ki, həmin layihə əsasında biz oradakı belə deyim şirkətlərlə biznes əlaqələrini qururuq Azərbaycanla. Belə bir işdir. Maraqlı işdir. Aha, maraqlıdır. Yəni layihə düzü xarici layihələr azdır. Bildiyim qədər Azərbaycanda. Ona görə bu layihənin işləndə maraqlı gəlmişdi əslində ki, yəni heç məlumatım yox idi ki, belə bir layihə var Azərbaycanda. Bəli. Ondan qabaq Polşadan qayıtmışam iyun ayında. Hardasa iyunun ortaları idi. Yəni gələn ay artıq bir il olur demək olar ki. Və qayıdandan sonra əslində həmin dəqiqə iş tapmağı elə düşünmürdüm. Çünki yay aylarında qayıtmışdım. Fikirləşdim ki, biraz belə deyim də, yəni istirahət edeyim. Amma yəni elə oldu ki, həmin ərəfədə mən COP29-u yəqin ki, məlumatınız var idi o barədə də. Yəni COP29-da düzü mən Avstraliya şirkəti ilə elə ki düzəldim. Orada iştirak elədim, team leader olaraq. Oradakı belə deyim, mühit elə idi ki, yenə xaricilər, yenə çox maraqlı insanlar var idi. Və Polşadan qayıdandan sonra, yəni Azərbaycanda elə ortamda olmaq, yəni mənim üçün çox vacib idi. Çünki nə bilim, o mühitdə ki öyrəşirsən, istəyirsən ki, yəni elə bir mühit də burada da olsun. Yəni ona görə biraz həmin ərəfələrdə belə havalarda çıxırdım ki, nə yaxşı gəldim. Düzü qısa müddətli idi, bir aylıq bir. Yəni konferans əslində 10 gün oldu. Sadəcə biz orada bir ay olaraq da belə deyim çalışdıq. Ondan sonra da digər belə deyim şirkətlərə apply elədim. Yəni elə hal-hazırdakı yəni işi tapdım belə. Və belə davam edir. Bəs Polşaya niyə getmişdin? Polşaya getmişdim. Əslində mən bir neçə il qabaq belə deyim də, yəni planımda var idi magistr oxumaq. Amma Polşada yox təbii ki, heç Polşa nəzərdə heç vaxt tutmamışdım. Məndə planımda Almaniya idi o vaxt. Yəni neçənci il 2014, 2015 bunu danışıram. Yəni o ərəfələrdə, amma alınmamışdı müəyyən səbəblərdə. Həm ora getmək üçün dil öyrənməyə, yəni ki, bu hamısı bir növ vaxt alır da, yəni. Sonra yəni Azərbaycanda fəaliyyətimi elə davam elətdirirdim. Hətta burada magistrim oldu. Sonra bir neçə ildən sonra nəsə yenə, yəni çünki siz qalmışdı, yəni fikrimdə ki, yəni axı əvvəl getəcəm də, mən istəyirəm getmək. O da ki, yəni düşünür görə o dəqiqə qərar veriləsi bir şey deyil də. Yəni bunu sən özünlə yaşamısan. Yəni o qərarı elə bir ki, yəni almaq üçün biraz fikirləşməlisən. Maddi durumun müəyyən belə deyim də, yəni müəyyən qədər olmalıdır. Yəni planın olmalıdır. Mən düşünürəm ki, bir plan olmalıdır. Yəni durdum elə getdim, elə bir şey deyil də. Sonra elə oldu ki, yəni yenə başladım maraqlanmağa. Hətta yadımdadır ki, demək Covid ərəfəsində mən deməli Türkiyə, bir də Gürcüstan ora getmək, prosta səyahət üçün getmək planımda var idi. Və tanış uşaqlar var idi ki, hansı ki onlar təşkil edirlər bunu. Onlar belə deyim də, belə bir komanda var idi ki, məsəl üçün bir 10 nəfəri, 9 nəfəri yığılırdı hamı, gedirdi harasa. İndi də var o cür var. Amma tanıdığım uşaqlar idi prosta. Elə olur ki, həmin ərəfədə elə oldu ki, 2 dəfə, yəni o səfər elə bir ki, ləğv olundu, sırf Covid-ə görə. Yəni elə bir ki, mən hər şeyi hazırlamışdım, planlamışdım. Bir gün qabaq, 2 gün qabaq Rusunda yəni xəbər aldıq ki, bəs alınmayacaq müəyyən səbəblərdən, yenə yollar bağlandı. Nəsə bu kimi səbəbdən biz gedə bilməmişdik. Onu da yəni biraz əsəbləşmişdim ki, yəni nə oldu, yəni yenə alınmadı. Yəni bu ikinci dəfə cəhd elədim, yenə alınmadı. Yəni bu nədir bu məndə? Tilsimdi nədir bu xaricə getməyə görə? Heç biri alınmır da yəni. Sonra elə oldu ki, 2000 Covid tutardı. Mən bir X şirkətində işləyirdim. Məsələn, orada yenə belə deyim,
başladım axtarış eləməyə. Yenə də başladım Almaniyadan. Yəni Almaniya, sonra keçdim İtaliyaya və biraz da bu nə deyim də bu xarici təhsil məsələlərinə də Hı hı. maraqlandım da. Onlar da mənə bəzi belə feedbacklər verdilər. Sonra elə oldu ki, bir rəfiqəm var. İndi bilmirəm izləyir ya yox. Demişdi mənə 15 dəqiqə qalmış xəbər elə. O elə bir ki, həmin ərəfələrdə artıq getmişdi. O ailə qrup getmişdi və Polşaya artıq yəni o bilirdi də necə getmək lazımdır, hansı universitetə müraciət etmək lazımdır. O elə bu universiteti mənim bitirdiyim universiteti, yəni sən də yaxşı bilirsən, məncə bütün Azərbaycanlılar yaxşı Bütün bilir. Azərbaycanlıların VSB. tanıdığı Krakovdakı meclisdə. Ay sağ ol. Krakovdakı VSB. Nəysə oraya da maraq. Əslində bir çox universitetlə maraqlandım. Sadəcə işləməyə görə gördüm ki, ən belə rahatı bu universitetdir. Çünki digər universitetlər, dövlət universitetlərə maraqlanmışdım. Orada mənə dedilər ki, işləməyə şansı azdır. Yəni işləsən də part-time iş olacaq. Yəni full-time deyilənə görə icazə yox idi. Ona görə yəni o universitetləri artıq qoydum arxa planda, dedim yox elə bu olsun. Elə özüm apply elədim. Yəni ki, heç müraciət eləmədim, yəni kiməsə kömək eləsin. Bir dənə sığortamı yadıma gəlir ki, bir xarici təhsil mərkəzi vardı, onlar həll eləmişdilər. Qalan hər şeyə özüm müraciət elədim belə. Və peşman da değildim. Yəni ki, orada yaşadığım müddətdə də yəni heç vaxt peşman olmamışam ki, mən niyə Polşanı seçdim. Yəni nə yaxşı ki, elə Polşanı seçmişəm. Çünki yəni culture shock yaşamadım orada. Yəni düzü. Məsələn, elə adam var deyir ki, culture shock yaşadım belə. Məndə olmadı elə bir şey. Çox tez adaptasiya oldum. Yəni oraya elə ki, mənə çox huzurlu gəlmişdi. Yəni Bakının xaosundan sonra, yəni Bakı yəni hamımız bilirik də, yəni çox xaosludur. Yəni çölə çıxırsan, səs-küy, yəni tıxac, yəni insan çoxdur, həm də müəyyən şeylər var ki, o yoxdur da, məsələn, növbə mədəniyyətsizliyi. Yəni bunlar yoxdur. Və orada gedib artıq onu görəndə elə yəni elə bir ki, bir, iki elə bir ki, addım qabaqda olursan da hardasa, hansı ki səni narahat edən şeylər. Elə adam var ki, məsələn, onu narahat eləmir də. Amma məsələn, məni narahat edirdi bu şeylər. Sonra özü Krakovu seçəndə, belə deyim də, çox fikirləşmişdim əslində. Varşavanı düşünürdüm, həmin ərəflərdə yadıma gəlir, Krakovda düşünürdüm. Amma gedib gəlirdim, elə Krakovun üstündə dayanırdım ki, öyle orada olacaq. Layla, niyə Azərbaycana qayıtdın və bu qərarını necə dəyərləndirirsən? Birincisi, niye qayıtdın? Bayaq həm dedin niyə qayıtdın, sonra da necə dəyərləndirirsən. Niyə qayıtdım? Nə bilim, yəni həmin vaxtda bilmirəm, o Krakov, yəni o şəhərinin o səssizliyimi, o təsir elədimi mənə? Çünki axır vaxtda vəbsə belə elə bir ki, nə bilim, tək qalanda biraz adam özünü daha tək hiss edir də, belə deyim, məsələn, valideynlərdən uzaq, yəni hər şey qoyuran bir qırağa ailədən uzaq da, belə deyim, qalırsan. Həmin ərəfələrdə mənim müqaviləm də bitmişdi şirkətlə. Çünki yəni sən də bilirsən ki, yəni iş axtarmaq mərhələsi, yəni o dəqiqə, yəni test tapmırsan da, bu mərhələ uzun çəkir. Yəni 3 ay, 4 ay, 5 ay, 6 ay belə. Həm o ərəfələrdə, həm də oturumum bitirdi. Elə bir sanki hər şey üstümə gəlirdi, yəni. Çünki elə bir şeyi bir dəfə yaşamışdım. Düz onda hər şey həll olunmuşdu, amma bu dəfə nəsə dedim ki, təkrar o şeyi yenə yaşamaq istəmirəm. Nə bilim, yəni biraz da darıxmaq, yəni daha çoxalmışdı elə bir məndə. Ona görə qərar verdim ki, okey, yəni bir 2 ayda yəni özümə şans verim. Biraz axtarış falan elədim. Yəni şirkətlərindəki yəni olurdu intervyular, yəni bəzi belə deyim də şirkətlərin ümumiyyətlə təşkilatları gəlmirdi. Yəni bu normal bir şeydir. Oturuma da az qalmışdı. Dedim, okey də, yəni qayıdım. Görək necə olacaq. Yəni xeyirlisi olsun. O elə deyib qayıtmışam. Düzü, yəni okey, bura gələndən sonra da çətin oldu. Yəni çünki baxmaya adam rahatlığa öyrəşəndən sonra gəlirsən, yəni o başqa mühitə düşürsən, təzədən bir də onu elə bir ki yerinə qoymalısan müəyyən şeyləri. Məsəl üçün iş həyatıdır falan, bunlar hamısı elə bir ki düzü adam öyrəşir. Məsələn, xaricə köçüb gələnlər artıq bu mərhələləri keçirlər deyə. Hardasa rahat ola bilər, amma yenə də o stres yenə təzədən elə bir ki təkrar olunur da. Simvoli məsələn Bakıda, yəni indi məsəl üçün rəqabət daha çoxdur. Yəni iş tapmaq, yəni o qədər çətinləşib ki. Yəni mən deyərdim, yəni əgər Polşaya, yəni Polşanı qoyub yəni Bakıya qayıtmaq, yəni düşünürəm ki,
Əgər məcburiyyət yoxdursa qayıtmasın heç kim. Çünki çünki həqiqət burada məsələn əmək haqqı da o gözləntilərinizi qarşılamayacaq. Çünki adi orada junior pozisiyalar olurdu ki, onun əmək haqqı ilə həm kirayə pulunu ödəmək olur, həm belə deyim, gündəlik xərcləri ödəyə bilirsən. Hələ üstəlik digər ölkələrə də gedə bilirsən də, belə deyim, səyahət üçün. Amma yəni Bakıda bu mümkün deyil, yəni. Okey demirəm, yəni pis yaxşı iş tapırsan, amma ki müəyyən şeylər var ki, yəni baxırsan ki, yəni gözləntiləri qarşılamır da, belə deyim. Məsələn, mən gələndən hələ ki bir dəfə də olsun xaricə çıxa bilməmişəm. Yəni bu viza almaq, məsələn, orada o problemimiz olmurdu. Yəni rahatlıqla altı bazar, yəni götürüb bir dənə rübzakla gedirdin hansı ölkəyə 2 gün qalırdın, gəlirdin. Yəni çox rahat idi də. Yəni bunu yəni hamımız orada olanların hamımız bilirik ki, necə rahat olur, yəni gedib gəlmək. Biletlər də ucuz olur. Yəni rahat gedirsən, gəzirsən, gəlirsən. Amma burada yəni o imkanlar çox da yoxdur, belə deyim. Yəni şirkətlərdə məsəl üçün demirəm hamısı, Bakıda da kifayət qədər yaxşı şirkətlər var, demirəm. Yəni hansı ki oradakı rahatlığı sənə verə biləcək, amma bu çox azlıq təşkil edir. Yəni çox azdır belə. Və buradakı həyatımı da hal-hazırda yəni şükür, yəni razıyam, demirəm. Yəni məsələn hal-hazırdakı məsəl üçün işimdə, işlədiyim layihə də yəni çox maraqlı layihədir. Çünki yenə də xaricilərlə işləyirəm. Bu mənim üçün üstünlükdür yenə də. Özümü inkişaf elətdirirəm, belə deyim. Hələ ki həyatım iş, ev, idman belə gedir. Aha, yəni o da əlavə aktivite mütləq olmalıdır ki, yəni iş ev arasında evə qalmayasan da. Mən belə də yəni digər belə deyim də məsələn özümü inkişaf elətdirmək üçün nələrsə eləyirəm. Bunu Polşada da eləyirdim, burada da eləyirəm. Belə yəni həyat gedir də. Amma qayıtmaq istəyənlər olur, yəni var, yəni belə deyim. LinkedIn-də hətta mənə yazanlar olurdu. Hətta eləsi olurdu ki, elə qəribə səbəblərdən qayıtmaq istəyirdilər də. Məsələn, mən yazmışam ki, qayıtmayın. Niyə qayıdırsınız? Məsələn, bir xanım yazmışdı, yadımda da LinkedIn-dən ki, bəs mən ailəliyəm, işim də dedi yaxşıdır, hər şey burada yaxşıdır, belə elə. Sadəcə mən yəni Polşada uşaq dünyaya gətirməkdən qorxur. Həkimlərə güvənmədiyi üçün. Ona görə dedi ki, mən o səbəbdən qayıtmaq istəyirəm. Dedim ki, yəni düşünürəm ki, Polşada yəni kifayət qədər yaxşı həkimlər var. Okey, yəni tibb sahəsi orada yəni mənə görə zəif idi. Mənə görə də zəifdir. Zəifdir. Bizdəki həkimlər qədər pratik düşünə bilmirlər. Ay sağ ol. Yəni ki, bir də ki belə söhbət də eləmək olmur həkimlərlə. Məsələn, mən özüm orada olmuşam, bir nasazlığım var idi. Qış aylarında, yəni xüsusən mənə təsir edirdi orqanizmə. Yəni yadıma gəlir ki, məsələn bizdə olsaydı, yəni həkim o dəqiqə bir şey tapacaqdı da, yəni ki, məsələn bir aparata göndərəcəkdi falan, nəsə də eləyəcəkdi. Amma bunlarda elə şey yoxdur. Yəni çox rahatdılar, çox sakit. Yəni sanki heç nə olmuyor. Deyirəm ki, sənin ağrıların var. Ölmürsən, burada bir şey yoxdur. Əgər öz ayağınla gəlib çıxmısansa ora, yəni deməli sağsan, ya vəziyyətin yaxşıdır. Ölməyivə hələ var da. Yəni yəni ki, məsələn mən deyirdim ki, mənim ağrılarım var, məsəl üçün də bir şey elə. Məsələn, oradan o həkimə göndərir, buradan bu həkimə göndərir. Deyir, yox, mənlik deyil. Məsələn, getmişəm terapevtin yanına, deyir ki, mən baxıram sizdə hər şey qaydasındadır. Göndərirdi başqa həkimə. O da deyirdi ki, terapevt baxıbsa, deməli mənlikdə bir şey yoxdur, siz yaxşısınız. Yəni mənə yadıma gəlir ki, şey yazmışdılar, antibiotik yazmışdılar da. O antibiotik də mənə o qədər pis təsir eləmişdi. Gedib dedim ki, mənə antibiotik yazma da. Yəni əgər elə bir ciddi bir şey yoxdursa, yazmayın mənə də, mənə düşmür bu dərman. Sonradan biraz müalicə sonu dəyişmişdi. Yəni ki, nə bilim, məncə Bakıda daha rahatdır. Yəni o həmin o LinkedIn-dən yazan xanımı da başa düşürəm. Hardasa indi baxmada qorxur, yəni suallar verirdi ki, dedim yəni ki, mənim belə deyim də çox belə tanıdığım yoxdur, amma ki, yəni sırf bu səbəbə görə qayıtmaq istəyirsinizsə, məncə oturun bir daha fikirləşin də. Çünki hər şey yaxşıdırsa, yəni bir dənə yəni məsələn ona görə niyə qayıdasan ki? Amma heç bilmədim sonra o xanım necə oldu, yəni qayıtdım, qayıtmadım. Yəni yazanlar olur, qayıtmaq istəyənlər olur. Çoxsu məsələn darıxdığı üçün qayıtmaq istəyir. Yəni məsələn mən deyirəm ki, darıxırsan, məsələn gəl bir-iki dəfə Bakıya gəl get.
Hə, sonra çox getdən də o bilirsən ailəyə bağlı uşaqlar çoxdur. Məsələn, hansı ki, onlar daha çox əziyyət çəkirlər. Bunu da başa düşə bilirəm. Amma ki, məsələn, Bakı üçün darıxmaq, yəni nə bilim. Başa Mən düşürsən onu. niyə darıxasan da Bakıya? Okey, mən olurdu darıxdığım vaxtlar, hansı ki, o videolar gəlirdi, şeydir, Instagramda Aha. reelslər falan gəlirdi. İçəri şəhəri göstərirdi falan. Hə, onda biz belə adam baxırdı ki, aynı şeydir. Məsələn, orada olardım da. Amma o da gəlib gedəndən sonra o hiss də yox olub gedirdi. Yəni ildə bir dəfə, iki dəfə gəlirsən, hə, gedirsən, gəzirsən içəri şəhəri, sahildə, nə bilim, bulvarı falan. Yəni o da yox olub gedir. Yəni düşünürəm bunlar nə bilim çox cüzi belə də, yəni səbəblərdir də, hansı ki, sən məsələn o qədər orada olan həyatı tamamilə qoyasan sırf bu səbəbə görə, yəni qayıdasan Azərbaycana da. Nə bilim, yəni yenə deyirəm insanlar fərqlidir. Biz qınaya Təbii bilmərik. Yəni deyə ki. bilmərik ki, İnsanların bu dünyaya qərarı baxışı fərqlidir. Ha. dünya baxışı fərqlidir. Qınaya bilmərik ki, hə sən niyə qayıtmısan məsələn, niyə bu səbəbdən qayıtırsan? Yəni bu onların şəxsi işləridir, amma nə bilim mənə biraz yəni o səbəblər biraz nə bilim. Məsələn, o səbəblərdən mən qayıtmamışam təbii ki. Qayıtma səbəblərim tamam başqa səbəblər olub da belə deyim. Belə. Bəs yaxşı. Layla, sən hal-hazırda iki ölkədə də işləmiş və təhsil almış birisən. Mhm. Yəni, bu çox önəmlidir və gördüyüm qədərlə Azərbaycan üçün, yəni şeysən də, nitelikli eleman deyirlər türklər. Mhm. O səviyyədəsən. Yəni sənin beyin köçün Azərbaycana gəlməyi çox yaxşıdır. Yəni bu biraz egoist olacaq. Polşada oturmuşam ya deyirəm sən getmisən yaxşıdır. Amma yəni böyük Orada üniversite oturmaq məqamlı rahatdır. deyil. Orada danışmaq rahatdır. Ha, oradan danışmaq rahat Mən də danışsın. orada oturanda çox rahat danışırdım Polşada oturanda. Yəni. İndi mən maraqlıdır ki, sən bu iki ölkədə təhsil və iş mühitini görən biri olaraq aradakı fərqi nədə görürsən? Yəni nəyi biz eləyə bilmirik? Fərq çoxdur ya Firuzə. Yəni elə ən başlıca intervyu mərhələləri, belə deyim, intervyular. Yəni sən təsəvvür elə ki, məni intervyuya bir HR da deyildi. Yadımdadır ki, yayda mən gedirdim intervyulara da Bakıda. Orada bir şirkət vardı, sırf maraq üçün məni çağırmışdılar intervyuya. Sən təsəvvür edirsən? Sırf mənim Polşa təcrübəm. Yəni demək, soruşmaq ki, niyə qayıtmısan? Hamı eyni sualı verirdi. Yəni ki, məsəl üçün bank intervyularım da olub, neçə dəfə olmuşam da. Digər məsəl üçün fərqli şirkətlər olub da. Orada hətta bir həmin şirkət layihə meneceri axtarırdılar da, amma tikinti ilə bağlı layihə meneceri idi. Mənim də tikintidə yəni çox da belə təcrübəm yoxdur da. Onlar mənə dedilər ki, orada bir xanım idi, bir bəy idi. Onlar da ki, biz sırf sizin təcrübənizə baxmaq üçün də Polşa bağlı bizə çox maraqlı gəlmişdiniz də. Yəni CV-niz də çox maraqlı gəlmişdi. Ona görə Polşa ilə bağlı həm də suallarımızı da elə bir ki, hardasa vermiş olduq. Yəni nə bilim, yəni amma CV-nizi deyə əlavə eləyəcəyik deyə şeyə, bazamıza əlavə eləyəcəyik. Yəni amma heç bir xəbər yoxdur. Onsuz da bilirdim ki, xəbər gəlməyəcək. Yəni sadəcə məsələn orada belə şok olmuşdum ki, yəni faktiki sən mənim vaxtımı alırsan da. Yəni mən o boyda yolu gedib gəlmişəm. Yəni sən insan görürsən ki, mənim CV-mdə yəni var da, yəni Polşa yazılıb, təhsilim, yəni orada işlədiyim yer, yəni mənim vaxtımı yəni niyə alırsınız da? Yəni mən gəlmişəm. Yəni mənim hə, belə şeylər olurdu. Məsələn, hətta bəzi şirkətlər var idi ki, ümumiyyətlə ignor edirdilər, yəni o fəaliyyətimi. Məsələn, bilmirəm, bəlkə də bəzi yerlərdə bilmirəm, HR-lar biraz sanki qısqanc yanaşırlar. Bəzi HR-lar da, hamısını demirəm. Və yaxud da rəqib görürlər, məsəl üçün xaricdən gəlib özləri bunlarla işləyənləri, məsəl üçün bu şeylər də mən düşünürdüm, amma bilmirəm də indi nə dərəcədə, yəni tam yəni düzgün düşünürəm yoxsa yox, onu bilmirəm, amma ki, yəni elə hiss edirdim bəzi intervyularda, sanki HR-lar biz belə elə egolu davranırdılar məsələn. Yəni underestimate sözü var. Yəni, o kimi, hə, yəni halbuki Küçüyürdülər, bilmirəm. hə, biraz elə bir şey. Elə onu da belə hiss eləmişdim. Yəni amma əslində
orada ego belki de okey de, yani ego davranacak Sən biri var sağsan. ise belki de ben ola bilərdim, amma ki yani əksi idi də, yəni orada. Mən sadəcə məsələn öz fikrimi orada məsələn bəzi suallar verirdilər məsələn Polşa ilə bağlı falan. Yəni nə var idisə onu da yəni orada açıqlayırdım onlara. Yəni intervyu ümumiyyətlə də belə deyim aparmaq, yəni bəziləri çox şeydilər, necə deyim, təcrübəsizdirlər. Yəni nə sual vermək, bəzi HR-larda ümumiyyətlə sual vermək qabiliyyəti yoxdur. Bu kimi şey. Məsələn, mən xaricdə çox intervyularda olmuşam da. Yəni biz özümüz, sən özün bilirsən ki, işə müraciət edəndə biz nə qədər belə deyim də intervyulardan keçirik. Orada özə apply eləmək üçün axı bir neçə mərhələdir. Məsələn, bizdə elədir ki, bir dənə mail yazırsan, ifso, uzağa bəzi şirkətlər cover letter istəyirlər, onu yazsın, göndərdin. Sonra yəni ki, ekstra bir şeylər olmur da. Sənə ən çox suallar intervyuda verilir. Amma yəni mən məsələn xaricdə olan HR-lara daha professional görürdüm. Bizim HR-ların HR da yox, bəzən ümumiyyətlə şirkətdən random bir adamı gətirib qoyurlar, o sənə sualları verir. Və hətta elə bir yer var idi, ora gedəndə gördüm. Deməli məni intervyu götürəcək adam yox idi. Başqa bir xanıma elə bir ki demişlər ki, hə belə bir adam gələcək. Sırada da bir 5-6 nəfər gözləyirdi və qızın əlində CV-lər yox idi. Məsələn, okey də ola bilər ki, mənə intervyu götürəcək adam, yəni iştirak etməyə bilər, amma CV-ləri ötürməlidir axı. Yəni ən azından CV-də baxmalısan ki, bu adam nə işdir. Mən danışa bilərəm, yox problem deyil, özüm haqqında onsuz danışırım. Amma o qədər laqeyd yanaşma görürdüm də, yəni onsuz da məsələn hiss edirsən ki, yəni bu şirkət nə dərəcədə ciddidir. Yəni intervyu mərhələsində onsuz onu hiss eləmək olur. Yəni bunlar məsəl üçün bizdə boşluqlar çoxdur. Yəni iş görüşmələrində əmək haqqı, yəni ümumiyyətlə heç o mövzuya girmək istəmirəm. Yəni məsəl üçün iş mühiti, yəni belə deyim də rahatçılıq baxımından mən düşünürəm ki, yəni Polşa daha gözəl idi. Yəni sırf xarici şirkətləri nəzərdə tuturam. Məsələn 6 günlük iş Bakıda yəni çox rast gəlmək olur. Məsələn mən iş axtaranda ancaq 5 günlük axtarıram, çünki mən ümumiyyətlə son 5 ildə, ümumiyyətlə 5-6 ildə mən 5 günlük işləmişəm, həm burada, həm orada. Ona görə ümumiyyətlə 6 günlük işlərə baxmırdım. 6 günlük iş yəni normaldır Bakıda, yəni işləmək üçün. Sonra başqa nə deyim? Bir də ki, məsəl üçün orada junior pozisiyalara götürəndə hətta ola bilirdi ki, məsələn sənin çox belə deyim də təcrübən olmurdu. Ümumiyyətlə junior da deməyim, yəni hətta olurdu ki, məsəl üçün daha çox təcrübə istəyən şirkətlər olurdu, amma intervyuda sən onların o qədər xoşuna gəlirdin ki, onlar səni götürə bilirdilər. Amma burada belə bir şey yoxdur. Burada hətta junior pozisiyalara belə 3 ildə görsən təcrübə qoyurlar da. Yəni junior axı 3 ildir. 3 il təcrübəsi olan adam niyə junior olsun ki? Yəni belə şeylər var. Bir də ki, rəqabət hədsiz çoxdur. Çünki iş axtaranlar o qədər çoxdur ki, yəni məsəl üçün IT sahəsinin özündə, yəni məsələn Polşada IT və finance üzrə ən çox yəni işləri var da. Amma məsələn Bakının özündə, yəni burada o qədər kurslar var ki və o kursları qutaran nə qədər tələbə var. Əksəriyyəti yəni işsizdirlər. Çünki rəqabət çoxdur, vakansiyalar azdır. Yəni şans çoxdur. Məsələn mən bir tanışım var Polşada. O IT sahəsindədir. Yəni onun aldığı əmək haqqı ümumiyyətlə Azərbaycanda yoxdur. Məsələn Bakıda yoxdur yəni. Mən ona deyirəm ki, sən ümumiyyətlə qayıtma, çünki burada o əmək haqqını verən heç bir şirkət yoxdur. Yəni adi məsələn banka belə getsən, yəni o bank sənə o əmək haqqını yəni düşünürəm ki, vermir. Çünki bankda da var məsələn burada çalışanlar, əmək haqqlarından xəbərdaram az çox. Yəni o deyil. Xüsusən də Polşada bir üstünlük var ki, məsələn sən əlavə dil bilirsənsə, məsəl üçün hansı bir Avropa dilini bilirsənsə, Alman, fransız o daha çox benefitdir. Çünki həmin dilə görə də bonus alırsan. Yəni əmək haqqından əlavə, yəni bonuslar çox olur da orada. Yəni ona görə yəni niyə də? Yəni fərq çoxdur. Niyə hə? Orada məsəl üçün əgər
hər şey okeydirsə, yəni Azərbaycana gəlib o elə bir ki, necə deyim, o rahat mühiti də belə deyim. Onu tapmayandan sonra o adam motivasiyası düşür aşağı. Motivasiyası düşür aşağı. Motivasiya düşür. Ona görə yəni məncə 100 ölçüb bir biçməlidirlər. Geri dönüş eləmək istəyəndə. Mən sənə belə misal vermək istəyirəm. Məsələn, Avropada o sevimsiz Avropa tipləri olur. Hər şeyi gəlir Azərbaycanda müqayisə edir ki, bizdə Polşada məsələn bu belə deyildi. Polşada bu belə deyildi. Polşada bu belə deyildi. İndi səndə elə bir şey oldu mu? Qaydanda məsələn necə adaptasiya oldun? Yəni ailə ortamlarında belə o artıq hiss edirsən, o yadlıq məncə səndə də olub ki, yəni mən bura aid deyiləm hissi. Hə, elədir. Ümumiyyətlə bir dənə bir şey var ki, bilmirəm o səndə var yoxsa yox. Yəni orada yaşayanda elə bilirsən ki, ora aid deyilsən. Bura gələndə elə bilirsən ki, bura aid Of, deyilsən. xaricə keçənlərin dərdidir. Artıq Yəni getdiyəm, bizim aid olacağımız yer yoxdur. aid olacağımız yer yoxdur. Hə. Çünki mən ona orada yaşayanda da məsələn baxırdım ki, hər şey yaxşıdır, belə. Məsələn gedirdim hansısa ölkəyə, gəlirdim. Hə, onda əhval-ruhiyyə daha yaxşı olur Aha. axı. Bir müddətdən sonra nəsə gördün ki, özünü qəribə hiss edirsən. Təbii ki, hiss edirdin ki, orada aid deyilsən. Düzdür, özünü orada yaxşı hiss edirdin. Amma ki, nə bilim, xüsusən Bakıya Nəsə gəldin. əksikdir, nəsə Nəsə çatmır. əksikdir, hə. Bilmirəm, indi məsəl üçün insanlar heç vaxt belə deyim də razı olmurlar da hər şeydən. Yəni ki, həmişə nədənsə narazı olur da. Aha. Biz insanlar bir şey tapırıq da narazı olmağa. Amma yəni ki, burada da məsələn mən gələndə hərdən deyirəm ki, yox, hər şey yaxşıdır. Sonra deyirəm ki, ay yox, Polşada yaxşı idi məsələn. Hə, yəni oranın da təbii ki, minusları var idi də. Burada məsələn, hə, sən bayaq sual verdin, ona gəlim. Burada siqnal səsi məsələn. Məsələn, bir də ki, bu piyada keçiddə saxlamalar falan, yəni ümumi də ictimai nəqliyyat, yol hərəkəti qaydaları. Mən həmişə uşaqlara burada da tanışlarıma, dostlarıma deyirəm ki, Polşada belə deyildi. Polşada onlar da beziblər də. Hətta mənə deyən o ki, elə bura Polşa deyil, bura Azərbaycandır. Bas keçi necə gəldi ki, heç kimi gözləmir. Sən də deyirəm ki, ən azından bir riayət edən olmalıdır da. Məsələn, mən nəyə fikir vermişəm? Bu 28 nol tərəfdə keçid var. Aha, orada mən Bakıda olanda orada 20 manat cərimə yazırlar. Hər İndi dəfəsində polis dururdu şeydə. Hələ də orada durur. indi təsəvvür et ki, orada elə bir maşın olmayanda çox adam keçib gedir də. Aha. Amma hələ də oturub mənim kimi gözləyənlər olur o yaşıl işıq yansın sonra ki. Baxıram deyirəm ay Allah görürsən bunlar xaricdən gəlməyiblər. Nə əcəb, amma maşın da yoxdur ya. Məsələn, maşın olmayanda, yəni keçə bilərsən də belə deyim də. Yəni qaydanı onsuz pozursan o heç. Amma bəzi adamlar fikirləşir ki, yaxşı maşın yoxdur da onsuz da niyə keçməyim ki də. Amma hətta maşın da belə orada oturub gözləyənlər olur ki, yəni yaşıl işıq yansın sonra keçək. Həmin insanlara çox böyük hörmətim var. Yəni həqiqətən də səbirlə gözləyirlər də. Başa düşürəm də insanlar işə gecikmək istəmir də. O həmin o dəqiqəni də hesablayırlar. Bəzən ona görə tez qaça-qaça keçirirlər də, baxmırlar. Amma məsələn sırf buna görə yəni məsələn mən Polşa üçün çox darıxıram da o nəqliyyatın o belə deyim saat kimi işləməyi, məsələn tramvayların, avtobusların vaxtında gəlməyi falan. Yəni application-dan izləyirsən də, yəni ki artıq bilirsən ki neçə dəqiqədən sonra gələcək. O adamı o qədər yəni həyatını yüngülləşdirir ki. Yəni bu şeylər yoxdur. Yəni çünki mənim yəni mənə görə, yəni çox adama görə bəlkə də elədir. Əsas yəni hardasa məsələn çölə çıxırıq biz nəqliyyatdan istifadə edirik də. Yəni işə gedirik, itak yəni işə gedirsən, yəni itak o stres olur. Yəni plus da yolda stres yaşamaq. Yəni bu artıq insanların stresini yəni qaldırır da yuxarı level'a. Orada mən çox bunu düşünmürdüm. Yəni ki, heç vaxt fikirləşmirdim ki, mən çıxacağam, yəni tıxacda qalacağam və yaxud da tutaq ki, basa-bas olacaq, məsəl üçün də və ya probkada qalacaq. Yəni bu şeyləri düşünmürsən, sən artıq çox rahatlıqla. Yəni məsələn mən orada işləyəndə yəni Azərbaycanlıların hamının bildiyi kognizantda işləmişəm. Yəni kognizant da mənim evimə yəni çox yaxın idi də. Biz yaxın qalırdım. Yəni o qədər yəni hətta səhər tezdən 7-də belə, yəni mən işə gedəndə, yəni çox rahatlıqla, yəni hardasa bir 5 dəqiqəlik yol idi avtobusla. Heç bir stres yox idi. Düzdür, demirəm yəni ki, boş olurdu, məsəl üçün də tramvay, avtobus, amma yenə də nəsə stresli hiss eləmirdim özümü. Bu siz
Bilirsən necədir Firuzə? Məncə polyakların o sakit olmaları, o səbirli olmaqları o da təsir eləyir adama. Yəni ki, çox səbirlidirlər və saatlarla növbədə Təbii dayanırlar, ki. gözləyirlər. Hə, bizdə elə deyil də. Bizdə məsələn insanlar çox təşvişlidir. Yəni Bir həmişə harasa qaçıyor, tələsirlər. harasa tələsirik biz hər zaman. Məsələn, mən ən şok eləyən burada sən də yəqin ki Hı yaşamısan. -hı. Bu qocalar, qoca nənələr falan burada kart istifadə eləmir. Hamısı qəpik ilə verir və Hı onların -hı. hamısının qəpiyi olur. O yəni yaxınlaşdırırsa ya satıcıya, onda o satıcı onun qəpiklərin bir-bir ayrışdırır. Ayrı. Ya Hı biz -hı. arkasında da biri 10 nəfər dayanıb bunu gözləyir ki, bu qəpiyi sahib qurtaracaq. Yine bizde olsa Dava orada kırmızı çıxırırdı. tutmuştu. Və qəpik nədir? Yəni normalda gözləmək istəmirlər. Normalda təsəvvür girirsən marketə, yəni gözləyirsən ki, bu qabağındakı keçsin, getsin, mən yerimdə. Arxadakı uje bütün mallarını gətirir qoyur sənin qabağına. Yəni çıxıb baxıram ki, mən burada yəni mən gözləyirəm arxada, bəs mən hara qoyum əlimdəkilərdə? Əlim qırılır deyə mən deyə bunu qoymalıyam. Deyirəm hamısı qoyub bir tərəfə qoyun da. O paylak onu eləyər yəni heç vaxt da, yəni Heç vaxt oturacaq orada gözləyəcək. hakikaten. Heç o gözləyir ki, sən oradan çıxıb gedəsən, sumkavı rahat yığasan. Bizdə ev ki, məsələn o kassada adi məsələn doldurursan da kloka yığırsan ki, durub çıxıb gedəsən də. Heç onu belə gözləmirlər. Hətta mən burada yəni çox rastlaşıram da sifət eləyirlər adama. Aha. Yəni sifət eləyir ki, sən niyə oradan nədir, tez yığışdırıb getmirsən? Mən səni gözləməliyəm. Amma belə sifət eləyir. Halbuki mən şey deyirəm ki, yəni bu vaxt aparır da, yəni o klokun içinə onları yığır. Bəzən düz kassir özü yığır, amma bəzən də özün yığmaq məcburiyyətindəsən də. Yəni mən o şeylər üçün çox darıxıram da. Yəni mən də ki sevmirəm elə təşvişdə olmağı. Yəni ki oranda hava-havası mənə təsir eləmişdi. Mən orada çox belə sakit idim də. Yəni beynim sakit, çox şey reaksiya vermirdim. Bakıya gələndə də çox şey reaksiya vermirdim. Yəni o qədər keçmişdi ki mən onların Aha. sakitçiliyi, hə. İndi bəlkə də biraz özümdə də var o şey. Yəni amma orada yəni ki o rahatçılığı, yəni o millətdən sənə keçmişdi. Amma bura gələn kimi o yəni görürsən ki, yox da, yəni o deyil, yəni onların səbri, nə bilim, yəni bizdə inanmıram elə bir şey Bir de olsun, nə vaxt. bizde mesela Bizdə ben onu olmayacaq. düşünüyorum ki Azerbaycan'da bir şey olmalısın. Bir celd olmalısın. Bir cevher Cəz olmalısın. Böyle olmalısan. atılgan bir şey olmalısın. Yoksa sen yani ezip geçerler. Mənə elə gəlir ki, hərdən sanki bizim millətə öyrədirlər ki, sən əzib keçmirsən, sən əzib keçəcəksən. Ay Hə, sabır. amma elə bir şey yoxdur da. Niyə polyak onu öyrətmir? Yəni niyə onda yoxdur? O dünyanı gözləyir, o bilir ki, yəni sən axır əvvəl, yəni növbəm var da mənim, yəni axır əvvəl mən də keçəcəm o yolu. Bizdə amma bəzən deyirlər, hə gənc nəsil belə düzəlir falan. Valla gənc nəsil də elə deyil. Yəni baxıram ki, onlar da yəni gözləmirlər, itələyirlər bəzən. Yəni nə bilim. Onlar ama düzələ bilməz axı. Yəni əgər o böyüyə baxır, orada o necə davranırsa, o da elə davranır da. Yəni ona görə düşünmürəm. Yəni bir nəsil dəyişməlidir, amma o da görəcəyik o nəsil. Biz onu görəcəyik. Məncə görməyəcəyik. O gedişlə. Yox, məsələn yaşlı nəsil bizim məsələn valideynlərimiz deyir ki, hə belə də Sovet dövrü belə elə. Məsələn mən baxıram ki, qaydaları pozanlardan, hətta yəni Sovet nəslindən olanlardan da çoxsu. Çoxsu deməyim, yəni topa tutarlar yoxsa belə. Yəni hansı insanlar ki var, yəni bir qismi deyək də, ay sağ ol. Məsələn olub ki, hətta mən yadıma gəlir ki, metroda idi də, hə metroda kartımı yükləyirdim. Bir xanım belə bir yaşlı idi, hardasa nə bilim bir 60 plus olardı. O mən evdə dayanmışam, məndən önə keçdi ki, kartını qoysun. Mən narazılığımı bildirmişdim. Məsələn, narazılığımı bildirdim ki, mən dayanmışam. Yəni siz necədir? O yaşlıya hörmət falan. Okey, mən bunların hamısını başa düşürəm, amma niyə başqa ölkələrdə mən indi başqa ölkələr dilində yaxşı Polşanı deyim də. Orada niyə elə şey yoxdur? Məsəl üçün mən görmüşəm ki, məndən sonraki xanım bir dənə məsələn əlində nəyinəsə dayanıb, yol vermişəm olub, hətta yol verənlər də olub. Amma bizdə heç onun icazəsini də almaq istəmirlər. Elə gəlir keçir qabağa. Bəlkə də məndən icazə istəsən, məsələn desən ki, məsələn olar mən məsələn Sən keçim. verəcəksən, hə. Mən verəcəm də onsuz da, amma o gəlib o qabağıma adamın keçmələri, yəni adamı çox əsəbləşdirir. Yəni belə. Burada bir
Şəkəfi qızıma məktəbdə sertifikat verilib. Uşaqlar sinif rəhbərinə şikayətə gedib ki, bizə də verilməlidir. Sənin uğruna həzm edə bilmirlər bizə. Düzdür. Sənin dediyin o təsvir çox qəşəng təsvir idi. Məncə təmiz Azərbaycanı açıqlayır. Yəni bizdə əzib Həqiqətən. keçməlisən deyə bir şey var, yoxsa səni əzib Əzib keçəcəklər. keçəcəklər səni. Hə, amma yəni düzgün yanaşma deyil də. Yəni nə bilim belə. Belə, bir başqa sualım. Burada Polşa necə görsənir Azərbaycandan? Polşadan Azərbaycan necə görünürdü? Polşadan Azərbaycan yaxşı görünür. O dəqiq. Amma belə deyim də, məsələn Azərbaycandan məsəl üçün hal-hazırdakı belə deyim də, məsələn mən həmişə belə deyim də, əlimdə olanların dəyərini həmişə bilməyə çalışmışam da. Məsəl üçün hal-hazırdakı, məsəl üçün işimdir. Məsələn bura gələndən sonra əldə etdiyim uğurlar, bunlar hamısı yəni hesaba qatıram. Təbii ki, yəni qatılmalıdır. Polşa bildiyim qədər, məsəl üçün indi əvvəlki kimi deyil Polşa. Çünki yadıma gəlir ki, hətta mən ora gedəndə oradakı artıq bir neçə yaşamış uşaqlar deyirlər ki, Lalə məsələn 4-5 il qabaq daha yaxşı idi. Daha Hər şey daha asan ucuz idi. idi. Daha Daha rəqabət burada daha da asan artıq idi. şey yüksəlir. Aha. Aha, məsələn mən indi eşidirəm ki, hətta dərslərdə belə artıq belə deyim də, yəni o dərslərdə mütləq iştirak etməlisən. Əks halda müəllimlər yəni güzəşt eləmirlər. Amma bizdə məsələn çox da elə deyildi düzünü desəm. İndi bilmirəm hansı universitetlərdədir o. Amma indi görürəm ki, daha çətindir və hərdən deyirəm ki, nə yaxşı ki, mən elə onda getdim, gəldim. Ha. Mənə görə indi belə çətin. Məsələn, vizada eşidirəm ki, çox kəsirlər, xüsusən tələbə vizalarında kəsirlər. Görüş ala bilmirlər. Görüş ala bilmirlər hətta. Aha, yəni hətta bir tanış var, atamın dostunun oğlu. Yəni onu belə ingilis dilinin zəif olmasına görə səbəb kimi göstərir ki, ingilis dili zəifdir. Halbuki yəni o bir səbəb olmamalıdır da belə deyim. Onu kəsmişdilər bir il qabaq səhv etmirəmsə. Yəni mənə görə indi daha çətin görünür. Hətta düşünürəm iş tapmaq da əvvəlki kimi deyil. Hətta orada bir tanışım vardı. O dedi ki, nəinki iş tapmaq, işdə qalmaq belə çətindir. Aha. Çünki işdən çıxarılmalar çox olur. Belə deyim, bəzi layihələr bağlanır. Mən özüm orada işləyəndə, yəni Koqnizantda nə qədər layihə bağlanmışdı. Şirkətlərin həmsə bəziləri də Hindistana filan köçür. Hindistana köçür. Bəli, bəli. Çünki orada işçi qüvvəsi ucuzdur, ona görə ora köçürlər. Bəzi layihələri də ora aparırlar. Ona görə Polşada çalışırlar ki, layihələri bildiyim qədər yəni az saxlasınlar. Mən orada olanda, məsələn, Koqnizantda işləyəndə işlədiyim layihəyə bağlanmışdı. Bizi keçirmişlər başqa layihəyə. Sonra o layihə də bağlandı və oradan olan işçilərin bəzilərini çıxartdılar, bəzilərindəki belə digər layihələrə yönləndirdilər. Yəni əvvəlki kimi deyil. Məsələn, mən yenidən harasa getsəm, mən Polşanı seçmərəm. Mən də o video çəkmişdim elə 2025-də, yəni bu 2025-də çıxmaq istəsəm, Polşa seçimi ilk seçimim olmaz. Çünki həqiqətən çox dəyişib. Yəni dəymir artıq o. Təzə gələnlər üçün deyirəm. Yəni burada gəlib özünü tutanlara şeyləmir. Burada belə deyəndə deyirlər ki, gəlmək istəyənlərin özü gedib istəmir gəlsinlər. Düzdür. Yəni mənə görə hal-hazırda buradan ora baxanda, yəni durum budur. Amma Polşadan da Azərbaycana baxanda, yəni mənə çox çətin gəlirdi. Məsələn deyirdim ki, yəni mən orada necə yaşamışam. Elə fikirlər olurdu bəzən ki, mən orada necə yaşamışam. Yəni belə rahat həyat da var imiş. Yəni belə sual verirdim. Düzdür, yəni mən məsəl üçün burada işlədiyim şirkətlər də yaxşı şirkətlər. Mən kifayət qədər hətta Polşadan Polşaya köçməmişdən qabaq işlədiyim şirkət çox relaks bir belə deyim də mühiti var idi. Çox yaxşı mühit idi. Yəni kifayət qədər razı idim oradan. Yəni orada məsəl üçün o mühiti görəndə mənə çox da belə şey olmamışdım. Yəni şok keçirməmişdim ki, yəni belə bir şirkət falan keçirməmişdim. Çünki Bakıda yəni o cür şirkətdə işləmişdim. Yəni rahat idi mühiti, yəni iş saatları, yəni çox adamı sıxışdırmırdılar. Yəni kifayət qədər belə deyim də, yəni healthy relationship var idi, belə deyim.
həm kolleqalar arasında, həm müdirlə işçilər arasında, yəni belə deyim. Ona görə mən orada çox belə sadəcə orada Kognizantda olan, bir də digər şirkətlərdə hansı ki tanışlarım işləyirdi. Orada asudə vaxtını yaxşı keçirmək üçün orada məsəl üçün yaxşı belə activity deyim, nə deyim ona, məsələn bir iki saat Məşğuliyyət məsəl kimi. məşğuliyyət, məsələn, stolsu tenis var idi, məsəl üçün də rahat, məsəl üçün özünün başqa işini görmək üçün otaqlar var idi ki, hansı ki, məsəl üçün əlavə tutaq ki, işin varsa gedib orada, dərsin varsa gedib orada oxuya bilirdin. Rahat da yeni bir mühit. O kimi şeylər, benefitlər var idi ki, onlara baxanda dedim ki, nə yaxşı, yəni daha elə bir ki, daha rahatlaşdırırlar da elə bir iş həyatını. Belə deyim. Amma yəni Bakıda da bildiyim qədər şirkətlər var. Məsələn, bəzi banklar var, bəzi şirkətlər var ki, orada da o mühiti artıq yaradıblar. Belə deyim. Hətta Polşadan gələn bir tanışım var ki, o indi hal-hazırda çox yaxşı bir müəssisədə işləyir. Özü də deyir ki, yəni orada necə idisə, yəni heç belə yəni bura gələndən sonra çətinlik çəkmədim. Yəni rahat oldu mənim üçün. Yəni var. Yəni yenə deyirəm, Firuzə, yəni qorxutmaq istəmirəm. İndi bəlkə də gəlmək istəyənlər var. Yəni gözləntiləri demirəm çox yüksək tutsunlar, amma ki yəni iş belə deyim də, iş baxımından pis yaxşı bir iş tapacaqlar. Amma onların gözləntilərini qarşılayacaq ya yox, o fərqlidir. Sən yəni düşünürsənmi ki, o Polşa təcrübəsi sənin iş tapmağına kömək oldu və bizdə o təcrübəyə baxırlar. Yəni səni dəyərli bir namizəd kimi görürlər o təcrübəyə görə. Yoxsa sən dediyin kimi bayaq o dedin ki, bəzi HR-lar şeylər. Yoxsa deyirlər əşçi Polşaya gedib də Polşada nə edir? Yox, çox baxmırlar. Nə deyəcəm, yəni çox da yəni bizdə nə bilim bizdə məncə ancaq işdə deyil. Bizdə ümumiyyətlə insanları dəyərləndirmək biraz daha level aşağıdır bizdə. Bu nəinki iş həyatında da, bu ümumiyyətlə mənə elə gəlir ki, belədir. Yəni bəlkə insanların özgüvənini əvvəldən aşağı salırlar. Yəni bilmirəm də bu uşaqlıqdan olur, necə olur Məncə bilmirəm. cəmiyyət olaraq bizim özgüvənimiz aşağıdır. Bəli, cəmiyyət olaraq. Yəni ki, ona görə də bu hər yerə artıq, hər yerdə özünü göstərir. Yəni iş həyatında da özünü göstərir. Məsələn, bəzən HR-lar elə otururdular ki, yəni baxırsan ki, yəni məsələn heç bir xarici şirkətdə, yəni düzdür bizdə onlayn olurdu xaricdə, elə bir ki, Polşada yaşında. Mən bütün intervyularımı yəni onlayn yəni edilib də daha doğrusu. Amma Bakıda onlayn deyil. Yəni gedirsən şirkətə, yəni üzbəüz intervyu olur. Yəni mən xarici şirkətlərlə intervyuda olanda daha rahat olmuşam, nəinki Bakıdakı intervyularda. Yəni çünki qarşı tərəf bəzən elə oturur ki, elə müsahibə alır ki, sanki Səni əzməyə çalışır. Əzməkdir, yəni yuxarı aşağı HR-sən da, yəni belə deyim də, yəni okey sənin bir vəzifən ola bilər falan, amma o belə bacardığı qədər ortamı gərginləşdirirlər sanki. Kasıyorlar Türklər demiş. Mən məsəl üçün çox relaks adamam da, yəni heç bir intervyuda mən belə deyim, belə həyəcanlanmamışam. Yəni amma elə bir bəzən ortam yaradırlar ki, yəni sən özün artıq başlayırsan həyəcanlanmağa. Mənə çox qəribə gəlirdi. Hətta nə bilim, deyirdim ala görəsən mən axırı ki, yəni bir normal bir yerdə belə deyim də intervyu götürəcəklər məndən. Düzdür, yəni düzdür, yaxşı təcrübəm də olub. Məsəl üçün adını çəkmirəm. Bir bank belə deyim intervyum olmuşdu. Orada çox bəyənmişdim məsələn HR-ın və digər əməkdaşın intervyu aparmasını. Yəni çox yaxşı suallar verirdi, çox məntiqli suallar verirdi. Amma elə intervyularım olub ki, yəni ümumiyyətlə danışmaq istəmirəm o. Düzdür demirəm də xaricdə yəni %100 məsəl üçün xaricdə yadıma gəlir ki, bir intervyum olmuşdu. Hindistan şirkəti idi, səhv eləmirəmsə və HR da Hindistanlı idi. Yəni çox hörmətsizlik eləmişdilər. Deməli mənimlə intervyu edirdi, orada hamı ilə söhbət edirdi. Məsələn mən burada danışırdım, orada hamı ilə söhbət edirdi. Axırda ki, hə yaxşı baxarıq, yəni baxacağıq, xəbər eləyəcəyik sizə. Yəni belə bir şey olursa, onda hə bizi Fokdaydım. O yadımda da deyil, yəni hansı şirkəti idi. Amma bilirəm ki, Hindistan şirkəti idi, səhv eləmirəmsə. Belə bir dənə elə bir pis təcrübəm olmuşdu Polşada. Amma belə qalan şirkət, hətta Kognizantda yadıma gəlir ki, məndən intervyu götürən bir nəfər var idi, neçənci mərhələdən
Neçənci mərhələdə? Sonuncu mərhələdə. Orada qız Azərbaycanlı idi. Ha. HR deyildi səhv eləmirəmsə. Məncə team leader idi. Səhv eləmirəmsə, yəni bəlkə də düz yadımda qalmayıb. Hə, Azərbaycanlı idi. Hətta əvvəl bilmə sonradan adıma baxdı, dedi ki, Azərbaycanda, yəni mən özümü belə təəccübləndim. Dedi, niyə təəccüblənirsiniz ki, yəni şeydir, ola bilməz ki, Azərbaycanlı olsun. Deyirəm, yox, sadəcə ilk dəfədir, yəni Orada Azərbaycanlı məmləkətində. hopuluğumuz orada da var. Belki de yani ama çok yani çok приятно xanım idi. Düzü unutmuşam yani net adını da unutmuşam yani çoktan olmuşdu. Ama yani çok yaxşı keçmişdi. Sadece orada bir de vurgulanmışdı ki bəs Azərbaycanca danışmayaq. Yəni bu 5 dəqiqə okey oldu. Amma ingilis dilində olmalıdır. Yəni ki qaydalara əsasən intervyumuz İngilizcə davam edəcək. Dedim, yox, problem deyil. Yəni elə. Ondan sonra da yəni sağ olsunlar. Yəni işə qəbul vermişdilər. Yəni belə qəbul almışdım yəni. Gelmedi yazacaklar bir şey olup. Paddeşka olup. Podдержка oluyor. Valla podдержка. Hətta yadımdadır ki, o intervyu deməli mərhələsi çox uzanmışdı məndə. Mən bir neçə ay gözləmişdim və xarici HR bilmədim yəni nə milləti idi. O xarici HR ki mənə telefonda zəng edən demişdi ki, də mən gözləyəcəm də, yəni iminli sizə zəng eləyəcəm. Mən də inanmadım ki, əşi, yəni Azərbaycandakı kimi də, yəni ki, söz verib amma eləməyəcək. Onsuz dedim ki, mən bunu yadımdan çıxacağam da. Yadımdadır ki, həmin vaxt mən gəldim Azərbaycana, bir neçə günlük, sonra təzədən qayıtdım Polşaya. Sonra bir iki günə bir də gördüm, həmin HR mənə zəng elədi. Həm də kognizantda rəqabət də çoxdur. Yəni orada nə qədər adam CV verir də. Dediyinin üstündə durmuşdu həmin HR. Dedi ki, mən sizə demişdim də, mən sizə zəng eləyəcəm. Yəni çünki dedi sizi biz çox gözlətdik. Həm də deyir artıq ucu keçmiş sayılırsınız. Sonra bir dənə də mərhələ olacaq. Ondan sonra artıq yəni offer göndərəcəyik belə. Necə dedi, rədd oldu. Yəni gözləməyimə dəydi. Yəni götürmüşdülər rahatlıqla. Ben size hala etrafından niye qayıtmısan sualı verirlər. Özellikle de qohumlar, yani hiç xəbəri olmayan, xaricdə yaşamağın nə demək olduğunu bilmeyen insanlardan. Niye qayıtmısan sualı gelirmi? Gelirse cevabın ne olur? O qədər Firuzə. Mən gəldiyim gündən, yəni hamı o sualı verir də. Yəni hamı hara gedirəm, yəni intervyudakı HR-lara qədər o sualı veriblər mənə. Yəni yəni işdə də verir də. İşdə məsəl üçün hətta COP29-da da orada da çox maraqlı insanlarla tanış olmuşdum. Hətta xaric təcrübəsi olan uşaqlar da var idi. Onlar da qayıtmışlar. Eyni sualı mənə verdi ki, sən niyə qayıtdın? Amma siz niyə qayıtmısınız da? Yəni eyni təcrübəni yaşamışıq da. Hərəsinin bir səbəbi var idi. Mən çox belə açıqlamıram, düzünü desəm. Sadəcə bir-iki belə səbəb deyirəm ki, hə bu səbəbə görə qayıtmışam. Bir də deyirlər ki, hə peşmansan qayıtdın. Deyirəm yox, peşman deyiləm. Yox, peşman olmuşam desəm nə olacaq da? Yəni onlar bilsələr nə olacaq? Amma yerə bir qısa konkret cavablar verirəm də. Çünki sualın dalınca sual, özü çox adam o sualı verir. Yəni hətta Polşada yaşayanlardan belə hansı uşaqlar ki, xəbərləri yox idi də, mən qayıtmışam. Onlar da təzə gələndə yazırlar ki, niyə qayıtdın, xəbərimiz olmayıb belə elə. Yəni çoxsu sual verir. Yəni Amma mən də Sence qaydan çoxdur. Çünki biz axırıncı dəfə o Nicatın şərhində Nicatın, danışmışdıq. Nicat yazmış. Nicat yazmışdı ki, qaydanlar çoxdur. Açığı mən də eşidirəm qaydanlar. Amma sən dediyin kimi, yəni uşaq olur səbəbi, bəzi iş tapa bilmir. Sənin ətrafında varmı? Elə. Mənim ətrafımda bir nəfər var. O ilə biz elə kognizantda işləmişik. O qayıtdı və razıdır. Yəni onsuz da qayıtmaq fikri var idi. Həm də demişdi ki, yəni bizə hərədə bir cür də məsələn o deyir ki, mənim üçün Azərbaycan daha yaxşıdır. Yəni yaxşı bir məsələdə məsələn gəldi, iş tapdın, mən də bəlkə də canlıya qoşulub yox, ona fikir vermədi. Yəni ki, o dedi ki, mənim üçün bura yaxşıdır. Kifayət qədər də belə deyim, yəni razıdır. İşlədiyim məsələ çox əladır. Yəni çox deyil. Yəni mənim ətrafımda, yəni qayıdanlardan bir dənə həmin adamı tanıyıram. Başqa yəni tanıdığım yoxdur. Amma Nicatın postunda yəni belə başa düşdüm ki, yəni qayıtmaq istəyən çoxdur. Qaydanlar hətta çoxdur. Yəni çox maraqlıdır. Yəni sənin onda gənclərə tövsiyen nədir? Qalsınlar ya qayıtsınlar? Nə bilim, məncə
birinci çox fikirləşmək lazımdır. Yəni niyə qayıtmaqlarını əsas belə deyim də fikirləşsinlər ki, niyə qayıdım? Qayıtsam nə olar? Məsələn, mən qaydanda o qərarı verəndə çox şey fikirləşirdim. Məsəl üçün, ən əsas nədir? Bizim vacib olan işdir də, iş tapmaqdır. Bunu çox düşünmüşdüm. Yəni gələndə də biraz çətinlik çəkmişdim iş axtarma mərhələsində. Onda biraz belə artıq peşmançılıqlar yəni yaranmağa başlamışdı. Ay da mən niyə qayıtdım, bu nədir falan. Amma sonra yavaş-yavaş yerinə oturur. Yəni həmin gənclərə demək istəyirəm ki, yəni baxır hansı səbəbdə. Məsələn, çox ciddi səbəblər yoxsa düşünürəm ehtiyac yoxdur. Artıq orada həyatlarını müəyyən bir mərhələyə gətiriblərsə, ehtiyac yoxdur qayıtmağa. Mən hətta deyərdim ki, başqa bir ölkəyə mümkündürsə, yəni başqa bir ölkə seçsinlər artıq. İrəli yox, geriyə yox, yəni qətiyyən. Yəni sırf ola bilər məsələn kimsə ailəsinə çox bağlıdır. Onu uca biz bir şey deyə bilmərik. Yəni bu artıq yəni ailə ilə onların öz qərarlarıdır. Amma yəni sırf məsələn darıxmaq, məsəl üçün tutaq ki də müvəqqəti olaraq olur da məsələn o hisslər gəlir adama. Sonra Bakıya gəlib qayıdırsan təzədən öz yerinə oturur. Amma yəni Polşada olan rahatçılığı deyim ki burada çox da görməyəcəklər. Nostaljiya uduzmayın yəni. Nostaljiya Nostaljiya yəni ki, nostaljiya yəni uymasınlar. Yəni okey, bir də baxır Bakı kimin üçün də, yəni necə deyim, hər şey belə dərinliyindən danışmaq istəmirəm. Yəni elə insan var ki, onun üçün yəni fərqi yoxdur. Onun üçün bura daha okeydir. Yəni məsələn xaric məsələn orada yadıma gəlir ki, bir uşaq var idi. Yaxşı yadıma düşdü, bizim bir yerdə oxuyurdu. Məsələn o uşaq 6 ay orada yaşadı. Dedi ki, buranın mentaliteti mənə uyğun deyil. Sırf o istəyirdi ki, Azərbaycan mentaliteti yəni olsun. Ona görə o dedi ki, mənlik deyil bura. Universiteti atdı, yarımçıq qoydu, qayıtdı Azərbaycana. Belə yəni yaşı çox az idi, bir 22 olardı, 21 belə yaşı olardı. Yəni o qətiyyən dedi ki, mənə uyğun deyil. Halbuki Polşa özü konservativ belə deyim ölkədir. Millət olaraq dindardılar. Yəni yenə deyirəm, yəni çox da mən orada yəni bəzi şeylər biraz qapalıdır. Yəni məsəl üçün digər ölkələrlə müqayisədə daha qapalıdır. Amma yenə də ona o ekstra gəlmişdi hər şey. Məsələn biz orada uşaqlarla ona deyirdik ki, sən niyə hər şeyə fikir verirsən də? Yəni ki, otur dərsini oxu, iş tap. Yəni həyatdan zövq al da. Yəni bura qədər gəlib çıxmısan, o da baxma da. Yəni o period biraz vaxt alır, stresslidir, viza proseduru, nə bilim, yəni okey, universiteti həll edirsən, amma vizadan cavab gözləmək falan, bunlar hamısı vaxt alır, yəni. Yəni dedim, bu qədər əziyyət çəkmirsən də niyə qayıdasan ki? Heç olmasa universiteti qutar. Sonra amma dedi ki, yox, yəni mənlik deyil. Birazdan qayıtdı belə. Bəs getmək istəyənlərə tövsiyən nə olar? Getmək istəyənlərə. Getmək. İndi də çünki mənə çox yazırlar. Yəni nə qədər mən Polşanın şeylərini desəm də, mənfiliyin deməyim də, reallıqların desəm də, burada hakimiyyət dəyişdi. Yəni çox şey oldu burada da əslində siyasətən. Siyasətlə bağlı çox şey oldu. Yəni onları desəm də, onları açıqlasam da, demək istəyirəm ki, bunu bir maneə kimi göstərməyə çalışmıram. Sadəcə deyirəm ki, yəni xəbəri olsun. Məsələn, o 6 ay gəlib qalıb 6 aydan sonra getməsinlər deyə deyirəm ki, yəni görün ki, buna nəyə gəlirsiniz? Nəyə gəlirsiniz? Əslində o tam düzgün vurğuladın da. Məsələn, mən də həmişə sual mənə verəndə deyirəm ki, nəyə görə getmək istəyirsən? Ay, sağ ol. Birinci sual, məsələn, adam var təhsillə gəlmək istəyir. Deyirəm ki, təhsil üçün Polşadan daha yaxşı ölkələr var. Məsələn, sırf təhsil almaq üçün də. Demirəm, Polşada yaxşı universitetlər var. Amma sırf məqsəd işləməkdirsə və yaxud Azərbaycandan çıxmaqdırsa, yəni bunu ucu dedim, yəni belə deyim də çox fikirləşmək lazımdır. Çünki iş elə o dəqiqə iş tapılmır da. Yəni məsələn mən biraz test tapmışdım, yadıma gəlir işi, amma orada məsələn uşaqlar var idi ki, mənim kimi test tapmışlar. Eləsi var idi ki, vaxt almışdı. Nə bilim bir 6 ay, 7 ay, 8 ay belə olanlar var idi. Yəni mən həmişə deyirəm ki, getmək məqsədinizi birinci aydınlaşdırın, sonra. Yəni elə durdum elə səhər yuxudan ki, həmişə mən qərar vermişəm. Gedirəm xarici ölkəyə. Elə olmur. Orada həyat daha çətindir. Məsələn, bəzi adamlara elə gəlir ki, asandır.
Xüsusən də Instagramda qəşəng şəkillər paylaşırsan. Ay sağ ol. Her gün Bilmirlər altı ki, basar sen de diyor ki İtalya'ya gez, Avusturya'ya gez. Aynen. Da bilmirlər ki, biz oturub biletlərin ən ucuzunu gözləyirik ki, də Aha. biletlər nə vaxt düşəcək, qiyməti biz onu alacağıq da. Yəni qıraqdan elə hər şey belə çox qəşəng görünə bilər, amma o backgroundu axı biz orada, yəni mən məsələn elə şeylər, yəni başıma orada nə pis şeylər məsələn olurdu da indi bəzən. Nə bilim sənədləşmə ilə bağlı olurdu. Nə bilim məsələn işlə də görsən o iş axtarma mərhələsində olurdu. Ev axtarma mərhələsi bu xaricdə yaşayanların ən yaralı yeridir də ev axtarmaq. Məsələn mən orada 3 dəfə ev dəyişmişəm. Yəni birinci evim hə o qədər də okey deyildi. Sonra ikinci ev də yaxşı olmadı. Axır gəldim üçüncü evdə dayandım. Artıq üçüncü evimin həm eviyəm də çox yaxşı insan idi. Yəni çox şeydə dəstək olurdu, sağ olsun. Amma hər dəfə elə olmur da, yəni belə deyim. Məsələn ev yoldaşları da yaxşı olmalıdır. Əgər sən evi bölüşürsənsə kimlənsə, məsələn orada ev yoldaşları ilə problem yaşayan nə qədər mən adam tanıyırdım. Aha, bir. Hə, çox məsələn təsəvvür edin ki, yəni problem yaradır da, elə bil ki, həm eviyyəsinə, həm sənə belə. Yəni yaxşı ki, məndə elə təcrübələr olmayıb. Amma məndə çox rahat olub. Yəni ev yoldaşlarım falan, yəni çox rahat insanlar oldular. Amma yəni qıraqdan hər şey elə görünür, amma oranın öz çətinlikləri var. Məsələn, sənədləşmə işi, həkim işi. Bakıda nə var ki? Bakıda hamının o bəhbəhlə dediyi asan xidmət. Gedirsən, yəni bütün də yəni həll edirlər də hər şeyi. Amma orada bunlar hələ qalıblar kağız-küğüz işində. Aha. Yəni oturub gözləyirsən ki, sənə nə vaxt məndə belə bir case olmuşdu. Mən bu karta ilə bağlı qərar məktubu var. Onu göndərmişlər mənim köhnə adresimə. Təsəvvür edin ki, hə, onu getmişəm dəyişdirmişəm. Halbuki dəyişdirmişdim ha, sadəcə sistemdə bunlar dəyişməyiblər. Oradakı işçi götürüb belə köhnə adresimdən də vurmuşdu sənədləri də elə bir ev qərar məktubu gəlib çıxmışdı köhnə evimə. Köhnə evimdə yəni kontakt var idi. Adam deyir ki, başqa adam var orada. Mən uzaqdayam, mən gələ bilmərəm falan da belə bəhanələrlə, yəni başından eləmişdim bir sözlə. Mən təzədən getmişəm, orada dəyişdirmişəm, sonra təzədən daha doğrusu təzə adresə göndərmədilər. Elə orada vermişlər. Həmin o idarənin adı nə idi? Məşhur idarə Krakovda. Urząd miejski. Urjont deyirdik də biz ona. Hə. Urząd. Aha, orada o şimdi düzəltmişlər. Yəni daha doğrusu məktubu, decision letter-ı mənə verdilər nəhayət. Yəni bu kimi şeylər falan var ki, yəni xüsusən həkim işi, yəni bunlar çətinlik yaradır. Yəni qıraqdan hər şey asan görünə bilər, amma mən düşünürəm ki, Bakıda yaşamağın öz çətinlikləri var, xaricdə yaşamağın öz çətinlikləri var. Yəni sadəcə bunlara hazır olmaq lazımdır. Belə. Çok sağ ol Lale. Çok qəşəng söhbət oldu. Başta internet biraz şeyləsə də sonra Başda narahat oldu. özüm də narahat oldum ki, yəni bu niyə belə oldu da elə bir ki, Firuzə mənim canlımı gözləyirdi. Amma Bir çox də bir yaxşı şey oldu. deyim. De. Çox yaxşı oldu. Bir də bir şey deyim. Mən Polşada olanda həmişə sənin videolarını izləyirdim. Deyirdim ki, bəlkə mən bu Firuzəyə yazım bir dənə video. Yazar da gərək. İnan yəni ki, sonra sonra nəsə oldu, araya işlər girdi falan. Hətta Gdansk'a da gəlmişdim, yadımdadır, yayımlarında Xəbər gəlmişdim. verərdi gərək. Hətta deyirdim ki, yəni Firuzə yazmışam, elə qaldı. Görsən yenə qismət İsmət. hərləndi fırlandı. Yenə qismət oldu. Sonra dünənlər LinkedIn-də gördüm bir şeydir. Deyirəm ki, Firuzə, belə baxıram, Nicatın o postunda da, yəni yazmışdı. Dedim, şeydə video çəkmə məsələsində özün qeyd elədin orada. Dedim, ayda görsən, yəni qismət deməli buradan intervyu verirsən. Qismət də var imiş. İnşallah indi Bakıya gəlsən, xəbər edərsən bir kofe içərik. İndi görüm bəlkə Polşaya gəlsən. Sən gəlsən Gdansk'a qonağımız ol. Hə, çünki fikrim var Polşaya gəlmək, amma Gdansk'a çox sevirdim. Bir dəfə olmuşam orada da, çox bəyənmişdim o şəhəri. İndi görüm gəlsəm, ümid edirəm oradan yolumu sala biləcəm. Və xəbər eləyərəm sənə. Ümid edirəm. Çox sağ ol, həqiqətən çox Çox sağ ol. xoş söhbət oldu. Sənə işlərində uğurlar. Ümid edirəm Polşaya köçsə xəbərim olsun, yenə çəkək. İnşallah, yəni olsa xəbər eləyəcəm mütləq. Oldu, sənə də uğurlar Firuzə. Uğurlar. Oldu. Çox sağ ol. Sağ ol.